Bazar düzü Şah dağına qar yağıb əriyir, odur. Həmçinin bildiyimizə görə İslam dinində 2 bayram var. Qurban və Ramazan. Lakin bəziləri Qədirxum hadisəsi baş verən tarixi də bayram kimi qeyd edirlər. Əslində bəs Qədirxumda nə baş vermişdi? Bilirsiniz, belə bayram yoxdur axı. Düz deyə hansısa firqə eləyir, amma İslamda yoxdur belə. Bayram yoxdur. Buna hansısa firqə, məsələn, biri şeyxinin doğum günü elan edir, biri şeyxinin zuhur etdiyi günü elan edir, bayram edir və s. Belə şeylər yoxdur dində. Dində 2 dənədir və salam. Başqa din adına bayram eləmək o bidətdir, xurafat. Yəni ki, hansısa bir tərəfin özlərindən gəldiyi, şirtdiyi məsələlərdir və salam. Qədirxumda da heç də olmayıb, belə böyük bir hadisə olmayıb ki orada. Orada sadəcə yerin adıdır, Məkkə ilə Mədinə arasında. Peyğəmbər sallallahu aleyhi ve sellem həcdən qayıdırdı. Sahabələrin də bir hissəsi qalmışdı, Mədinə əhli və Mədinə əhlinin ətrafındakilər. Yerlərdən olan sahabələr idi. Sadəcə Ali ibn Əbi Talibdən, Ömər ibn Xattamın qaynatasından incili düşmüşdü ondan. Peyğəmbər sallallahu aleyhi ve sellem xütbə verdi Qədirxumda. Hər dayananda verirdi. Xütbə də verdi orada da. Xütbə əsasında çağırdı. Dedi ki, mən kuntu mevlə fə Ali mevlə. Yəni, mən kim dostuyamsa, Əli də onun dostudur və salam. Və salam. Yəni, burada düz deyildi, müəyyən tərəflər deyir ki, orada elan olundu ki, rəhbər olacaq, hakim olacaq və s. öləndən sonra hələ söhbət yoxdur axı. Hələ söhbət yoxdur. Çünki hələ olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edəndə sahabələr ixtilaf eləməzdilər və ya bilmirdilər kim olacaq, müəyyən bir hissəsi. Və ya Əbu Bakır təyin olunanda Əli deyərdi ki, Əbu Bakır, Qədirxumda mənə dedi, yaxı, mənə təyin elədi. Yaxşı, Ömər xəlifə olanda deyərdi ki, ya Ömər, bəs biz qohumuq, sən mənə ən yaxın adamlardan birisən, uşaqlarıyıq, həmçinin körəkənsən. Bəs mənə təyin eləmişdi axı Qədirxumda. Yaxşı, Osman gələndə deyərdi ki, ay cəmaat, mənə Qədirxumda təyin eləmişdilər axı. Özü də olanda özü də istəmirdi. Özü də istəmədi. Demədi ki, cəmaat da demədi ki, indi heç olmasa Qədirxumda səni təyin eləyiblər, gəl indi ol yenə. Bunlar hamısı bilirsiniz, o hadisələr, bilirsiniz, o belə fikirlər ki var qəribə, hadisələrlə düz gəlmir. Tarix həm də mövcuddur. Əgər desəydi ki, o məndən sonra olsun, olardı. Amma kimin üçün deyib? Əbu Bakır üçün. Əbu Bakır üçün əməli ilə göstərib, çünki